Bütün Gürcüstan bayram eləyir. Martın 28-dən Gürcüstan vətəndaşları Şengen sazişi ölkələrinə, ümumilikdə 30 Avropa ölkəsinə vizasız gedə biləcək. Gürcüstanın Təhlükəsizlik və İnkişafı Mərkəzinin araşdırmacısı Gogita Qvidaşvili deyir ki, indi Gürcüstan vətəndaşına Avropaya getmək üçün yalnız bunlar lazımdır. Biometrik pasport, hər iki istiqamətdə bilet, sığorta, qalmağa yer və günə 50 avro pul. Avropa Ali Məktəbləri Məzunları Assosiasiyasının nümayəndəsi Veriko Gelaşvili isə hesab eləyir ki, bu vizasız rejim xüsusilə tələbə mübadiləsi üçün faydalı olacaq. O deyir, vizasız rejim iş və yaşamaq icazəsi vermir. Onun müddəti hər yarım ildə ümumilikdə 90 günlə məhdudlaşır. Ancaq seminarların, yay məktəblərinin, elmi konferansların işində bu əsl irəliləyişdir. Əvvəllər icazənin gecikməyi bütün səfəri pozurdu. Gürcüstanın Xarici İşlər Naziri Mixail Canelidze xüsusi bəyanatında bildirir ki, indi Gürcüstan üçün növbəti mərhələ Avropa Birliyinin üzvü olmaqdır. Onun sözlərinə görə buna nail olmaq üçün Avropa Birliyi standartlarını Gürcüstanda tətbiq etməkdə maksimum səy göstərmək lazımdır. Avropa Birliyi 3,7 milyon əhalisi olan Gürcüstana sərbəst viza rejimini də elə bu sahədə uğurlarına görə verib. Canelidze vizasız rejim qaydalarını pozanlara da xəbərdarlıq eləyib. Avropa Birliyi ölkələrində vizasız rejim qaydasını və müddətini pozanlar deportasiya olunacaq və 3000 avro cərimə ediləcək. Üstəlik onlar 5 il Avropa özü görməyəcək.